Bax, Xırdalanda düz mərkəzdə Aytat restoranının yanı, Sultan Şadlıq Sarayının yanı. Bir dənə zəhmət olmasa, bax mərkəzi çək. Bax qardaş, Humanitar kollecin yanı, Şadlıq sarayları, 9 nömrəli məktəb, hamısı yerində. Bir dənə obyekt çıxır satışa. Həm də icarəyə verilir. Kərbəlayı, gəl, xoş gəlmisən. Bax, bura. Dediyim obyektin ofisidir. Ofisdə ona daxildir. Gəl, indi mən sizə 700 kvadratda olan ofisin daxilini sizə göstərirəm. 700 kvadratdır. Yəni, belə deyək, mağazalar şəbəkəsinə tam yararlıdır. Böl də buranın su atdeli, nə bilim, yemək atdeli, nə atdeli istəsən bölə bilərsən. Böyük bir geniş ərazisi də var. Yəni, qapıları sensor qapıdır, mərkəzdədir. Qırqovay hər tərəfi yaşayışdır, binanın yanıdır. 3 nömrəli məktəbin yanı, 2 nömrəli məktəbin yanı, 9 nömrəli məktəbin yanı, Şadlıq sarayların yanı. Canım sənə desin, qardaş, hər şeyin yanı. Mərkəzdə, mərkəz nətər olmalıdır? Heydər Parkının yanı, Misir Parkının yanı. Bax, məktəbin düz yanı, yaşayış düz yanında. Qapılarına qədər bir şey ki, sensordur. Sən nə axtarırsan? Əsl axtardığın buradır. Deməli, keçirik əsas məsələyə. Əsas məsələmiz ondan ibarət ki, 700 kvadratdır. Kvadratı 1500 manatdan belə bir obyekt çıxır satışa və nəzərinizə çatdırıram ki, bu obyekt yenə də deyirəm, mərkəzdədir, sənədi falan hamısı yerindədir və sadəcə olaraq sənə nə qalır? Bir daha əlavə eləyib obyekti gəlib götürə bilərsiniz və nəzərinizə çatdırıram ki, obyekt icarəyə də verilir. Allah alana da, satana da xeyir eləsin.